Banan qabığın kofe ilə qarışdır. Faydalarına inanmayacaqsan. Əgər saçların tökülürsə, gec uzanırsa, tez-tez qırılırsa, cansız, həcimsiz görsənirsə, bu qarışımı mütləq sına. Əvvəlcə ekrandakı ağrıya toxun, qırmızı olsun. Götürürsən 5-6 dənə banan qabığını yaxşı-yaxşı yuyub, sobada tam quruyana qədər qurudursan. Sonra qurutduğun banan qabığın toz halına gələnə qədər əzirsən. Əzdiyin tozun üstünə əvvəlcədən hazırladığın bir stəkan adi kofeni qatıb yaxşı-yaxşı qarışdırırsan. Bir dənə fırça götürürsən, saç kökünə, saç uzuna, ümumilikdə saçına vurub 20 dəqiqə, yarım saat gözlədikdən sonra ilıq su ilə duruluyursan, şampon vurmursan. Saçlarının necə parlaq, həcmli, canlı görsənəcəyinə və qısa müddətdə uzanmağa kömək eləyəcəyinə özün müşahidə eləyəcəksən. Bu videonu hər kəslə paylaş. Ən əsası da profilin üzərindəki plus işarəsinə toxunaraq məni takip et ki, sağlamlığının qeydinə qalan Əzzatın Baloğlu'na hər zaman, hər mövzuda sağlam qalasan.